Herkese salam. Bugün sizlerle beraber çok güzel bir mini bir vlog çekeceğim. Bugün iki tane hazırlığım var. Hamısı da online'dır. Deməli, birinci riyaziyyat hazırlığım var. Sonra biyoloji nə əlaqə? Sonra ingilis dili hazırlığım var. Çölə baxıram, çöldə bugün hava çox mükəmməl bir hava var. Yəni dəhşət, yəni hava yəni deyir ki, ay ölürəm bu hava üçün. Şübhəli bu arada. Gəldim özümə kafe düzəltməyə. Buranın fənərini, daha doğrusu lampoçkanın yanında yorum və soymuş. Su belə həyatdan soymuş kimidir. Mənim özüm də həyatdan soymuş kimiyəm. Bunu açıyorum. Bir dakika, açamadım. Açdım və indi kafe düzəldirəm özümə. Ata artıq bezib də yəqin dedi ki, daha aşağı bir fincan kafe, bir neçə belə kafe alım yetər də artar deyib day belə. Burada bunu üstümü çəkəcəm. Ev soyuqdur biraz dediyim də uşaqlar bayağı soyuqdur ev. Təəssüf olsun ki. Bunu belə qoyum, belə qoyum. Ev bu arada çox soyuqdur, şübhəli. Mən əynimi nazik geyinmişəm böyük ehtimalla. Baxın indi Nescafe Gold üçü bir arada, şübhəli. Bunu tökürəm. Bu arada bu vlogu telefonumdan çəkirəm çünki telefonum düzəldi. Telefonum xarab deyil də əslində. Xarab deyəndə nə yaşıyor acaba anlayamıyorum. Ben biraz tökürəm, biraz şübhəli. Bugün ingilis dilindən çoxlu dərsim var çünki sınaq işləyəcəm. Sınaq deyil əslində. İçmirəm. Mənim çay nifrətim uşaqlıqdan gəlib deyəsən ya da bu il kendini belli etmiş. Şöyle bol tökürəm ki, sonuçta süt normal şeydə yararlı. Məni görənlərin çoxu deyir ki, hazırlıqdan qaydanda falan biriləri mənə demişdi ki, sənin üzün bütün cips yeməkdən səfirdə. Asrada mən bir ildir cips yemirəm. Dedim, bugün olar. Bu arada cips yemirəm, yəni dəhşət dərəcədə cips mənim üzümü səpki verir. Plusda işlərim də çoxdur. Həm dərs oxumalıyam. Az qala yıxılırdım. Buradan tutunmasaydım əgər. Cipsdən aşıram, sorry yəni. İçmək bir cips nədir? Cips olmaz. Bugün deməli sizə planlarımı danışacağım. 2 rutinim var. Deməli bugün saat deməli 16:00-da riyaziyyat hazırlığım var. Sonra 22:00-da isə ingilis dili hazırlığım var. İngilislə qatılacağam. Ondan sonra dostumla saat 2-yə kimi dərs oxuyacağam. Şübhəli. Eğer inşallah bugün vaxtı olsa, dediyimdə Rüfətdir bu arada. TikTok'a en son yeni video atanda sabır istikrar azim sonuç her zaman attıqlarından klasik olan. Bugün də bu rutində biraz deyirəm. Valla məktəbə getmirəm. Məndən soruşanlar olub ki, məktəbə gedirsənmi? Xeyr, məktəbə getmirəm. Məktəbə gedəndə o sinif yoldaşlarımın üzlərini görəndə sanki şeytan görürmüşüm, kim oluram. Heç çəkinmirəm, yəni çəkinmədən də deyə bilirəm ki, bu çox özəl bir özgüvəndir. Şübhəli. Axırda yaxşı olacaq axı. Bu arada bilirsiniz ki 9 Mart tarixində keçiriləcək olan buraxılış imtahanının yerləri açıqlandı. Kim hansı məktəbə düşüb, bizim məktəbə düşən varmı? Bunu bu videonun yorum qisminə yazsın zəhmət olmasa, gözləyəcəm. Şu anda ay, elim yandı. Allah, elim yandı. Elim yandı. Neyse. Sözümü böyle tökürəm. Böyle tökürəm amma yəni heç nə olmaz da, yəni məncə heç o kadar da şey deyil. Mən öz abartımda hamısı çok abartıyorum. Arada bir daha video hazırlamışdım ve demiştim ki bugün dostlarım nəsə belə stres olaraq puanlayıram. Bu fətə orada demiştim ki uşaq mənə çox buzur bu arada. Tutmam diye Allah. Ona göre böyle götürürüm. Bakın.
kofe də südlü kofedir. İndi gedirəm otağıma. Deməli gəldim otağımdayam. Kamera getdi. Buradayız. Saçım biraz şeydə. Açıq eləmə şey eləyir. Dadlı kofemizi aldıq. Oturub riyaziyyatdan mən verdiyi sınaq işləyəcəm. Şübhəli. Əgər içməyəcəmsə. Çox qaynardı. Bu arada mən isti içirəm hər şeyi. Çünki boğazım ağrıyır. Xəstələnmişəm biraz. Planşeti açıram və tapşırıqlarım. 46 dənə WhatsAppda mesajım gəlib. Bəli, mənə çox önəmsəyirlər. Hamısı da Elit Sosiality, Buraxılış və Blok Hazırlaşanlar qrupundandır. Burada deyəsən biriləri mənə bəhs edənlər də var idi. Bir dəqiqə yenə. Musatı bax yuxarıda. Mən atmasam zaten heç kim atmaz. Neysə, mən atmışam. Təzədən mənim atdıqlarımı yönləndiriblər qrupa. Canlar sağ olsun. Və evet, burada da şey var. Bir dənə dostuma yazım. Sonra şey deyirəm. Evet. Planşetdən gəlin sizə göstərim dostuma yazdığım mesajı. Nuraya yazmışdım. Demişdim ki çok çəkirəm. Yes, yed. Yes, yed falan dediyindən başa düşdüm ki, mənə lağa qoyur. Şübhəli. Mən qoyacam lağa. Burada da əlimdə Kaspiya imtahanı sınaqları var uşaqlar. Keçən dəfə Kaspiyə getmişdim. Kaspi çox belə aşırı mənə maraqlı gəldi. Yəni sizə biraz danışım neçə ballar çıxır təxminən. Rus dilindən 24,6 bal. Bal yox, 24,6 düz. İngilis dilindən 30 düz. Bir də Azərbaycan dilindən 20 neçəsi falan gözləyirəm. 28 düz falan gözləyirəm normalda. Riyaziyyatdansa riyaziyyatı burada boş buraxmışam, amma işləməliyəm. Amma cavab kartında təbii ki işarələmişəm riyaziyyatı. Musa kitabçasını çox işarələyəmədim. Dedim bugün olar mənim maksiyim. Ona görə indi nə ayırıram? Təbii ki planşeti qoyuram qabağıma. Və başlayıram sualları bütün başdan ayağa cavablandırmağa. Tamam. Mən də indi başlayıram şey eləməyə. Vlogu çəkirəm zaten. Mənim bir dənə ən nifrət edədiyim şey mövzusu var. Nedir acaba? Karandaş yomaq. Nifrət edirəm. Dostumun bir dənə şey eləməsi, zorbalaması var. Konuyu kapatıyoruz. Bir dakika. Tamam, başlayıram onda mən sınağı bitirməyə, sınağı işləməyə başlayıram. Və buradan təbii ki şeylə baxıram, suallara baxacağam. Mən dəyərsə çox görsəm bir, o yüzden planşetdə məcbur baxacağam. Bakıyoruz.
Deməli, sınağı indi bitirdim və mən indi isə sınağı bitirdikdən sonra da hər zamanki qaydasında saxlayacağam və masanı səhvə salacağam. Çünki saat 4-də riyaziyyat hazırlığım olacaq və mən hələ ki sınağı bitirdim. Müəllimə sınaqdakı səhvlərə falan baxacaq, sınaqları falan yoxlayacağıq. Səhvlərə falan baxacağıq və bilirsiniz ki, imtahana çox az bir müddət qalıb. Şu aylarda sizə demək istədiyim budur ki, uşaqlar sınaqları çox işləyin. Yəni, cidden mən sınaqları çox işləyirəm. Yəni, online olsun, online ATP.az-ın sınaqları var uşaqlar. Onlar çox məhdəşəmdir və çətin olur. Cidden mən onları işləyəndə, yəni, bayağı bir həm olimpiyada səviyyəsində olur biraz da. Olimpiyada səviyyəsində olanda da qəşəng olur, məncə. Çalışın, yəni, sınaqları biraz çətin səviyyədə işləyin, asan olmasın. Mən çətin işləyirəm və həqiqətən tövsiyə edirəm. İngilis dil dəftərim, Azərbaycan dəftərim, riyaziyyat dəftərim soruşanlara da bir dəqiqə. Dünən riyaziyyatdan sınaq əldə edirdim. Bir dənə mənə gələn bir dənə yorum görmüşdüm. Mənə demişlər ki, riyaziyyatı səliqəli yazan bir oğlan dəftəri görürəm, yəni demişdi. Çox belə sevinmişdim, dəhşət belə motivasiya olurdum, uşaqlar belə çox qəribə idi. Nəysə, deməli, indi gəlin masanı səhvə salaq. Masanı səhvə salaq və biraz da kofe içək ki, baxın. Əllərimə sağlıq, acı olub. 10 üzərindən və şu anda masanı sərgiyə salaq. Məncə kitabları qoyaq yerlərinə. Masanı da çəkirəm və dəftərlər. Dəftərləri qalsın. Sınaq kitabçası. Sınağı qoyuram öz rəfinə. Kontrol olan yerə. Və evet. AirPods. Riyaziyyat. Sərgiyə saldık mı? Saldık. Şu anda hamısını yerə eləyək. Və bitti. Bitti mi? Hayır, bitmedi. Şu anda qələmləri qoymalıyam. Karandaşlar. Halam diye. Tüh. Əlbəttə ki, mənim otağım bayağı bir şey olduğu üçün, zibilli olduğu üçün zibil qabı şərt. Məndə zibil qabı yoxdur. O yüzden belə. Bunu da axladım. Qulağım ağrıyır nəsə. Hər yerim bu aralar ağrımaya başlıyor. Evet. Burada dünəndən içdiyim və buraları sərgiyə saldığımdan bəri unutduğum şeylər qalıb. iPad'in qələmini də qələm qutusuna qoyuram. My way. İndi isə buna parıq aşağı.
Az qala düşüb qırılırdı. Düşüb qırılsaydı çox pis olardım. Çünkü sola bilərdim. Heç nə olmadan gidirik indi. Gəldim təkrardan otağımdayım. Masanı sizə göstərmək istəyirəm indi. Masamız hazırdır. Mən də hazıram. Biraz aynayı qabağıma çəksim. Biraz şöyle bakayım. Şöyle desem bugün biraz hava yağışlı da ama ayarladı bence hava. Şimdi biraz çölə çıxıb hava alacağım. Biraz çölə gezeceğim. İşim falan yoktu bu arada çöldə. Sadəcə gezmək istəyirəm. Hava alalım diye biraz çıxıram çöldə turlamağa. Havanın soyuq olacağı garantidir. Ona görə kurtka giyinəcəm. Geliyoruz. What? Yani kurtkamın normalde böyle bir çipi de var idi. Her de var. Okay. Her şey boş. Okay. Evet. Mən çölə çıxacağam, sizlər də gözləyin. Və çöldəyəm. Evet. Heç bir işim yoxdur bu arada. Sadəcə elə belə gedim hava alım. Havamı dəyişim dedim və hava dəyişmək üçün çölə çıxıram. Şöyle şuralarda bir gezelim. Bakalım. Torpaqlar, nem, ıslak. Islakta her şey bu aralar nedense. Şu aralar her şey çok ıslak. Ayağım ıslandı ama tabii ıslandı. Güzel bir polis. Ah. İsti havalardan sonra bu biraz əla təsir etdi. Şübhəli. Və gəzirəm. Və gəlib çıxıram. Hənlərin yanına, toyuqların yanına. Ay bunlar niye burada belə? Ha eynir. Hay eynir. Bunu video çəkdikdən sonra diyecek ki niye bunlar hay eynir. Elə bilmem hay eynir. Çok. Frikko. Hava soyuqmuş. Ama tabii qəşəng soyuqdur bu. O yüzden çox belə fikir vermirəm. İmtihana az qalır və mən biraz şey etdim. Yəni çölə çıxıb gezmək də vacibdir. O yüzden bu qəşəngdir. Bir neçə dəqiqədir gəzməyim yetərli olur mənə. Tabii nəfəs ala bilirəm. Və indi gedirəm evə. Otağımda görüşərik. Otağımdayım indi. Otağımdayım. Və beləliklə də uşaqlar bir vlogu belə sonlandırıram. İndi birazdan
dərsə girəcəm və planşetdən istifadə edəcəm. Biraz web-yə girim. Nə gedir? Müəllimə falan nəsə bir məlumat veribsə, sizə məlumat verərəm. Deməli, gidiyoruz. Evet. İnternet biraz zayıflayıp ve biraz internetimiz gedib. Geri qaydanda hər şey düzələr inşallah. Yəni belə. Bekliyoruz. Tamam, hiçbir şey değişmeyip saat 4'te derse gireceğim. Biraz riyaziyyat təkrarlayayım. Düsturları buraya yazmışdım. Təkrarlayayım. Bu da düsturlar. Deməli, trigonometriyanı təkrarladım. Düsturlarla falan öyrəndim və birazdan dərsə girəcəm. Videonu burada dayandırıram. Dərsdən sonra